Burun sümüklərinin yerini dəyişən sınığın. Yəni, hərəkətli idi və kriptasiyalı idi. Sınığın ucları bir-birinə dəyəndə belə bir kriptasiyalı səs gəlir. Döş qəfəsi deformasiyaya uğrayıb, asimmetrikdir. Elə bil bir tərəfi axır, o bir tərəfi yaprıqlanmışdır. Sol göz ətrafı nahiyədə göz qapaqları, alnın sol yarısı və sol yanaq əhatə olunmaqla 14 vurulsun 12 santimetr sahədə hematoma. Qançır da yox, hematoma. Elə bil sol almacıq sümüyündən başlayır, düz alnın yuxarı üçdə birinə qədər. Gizgahdan başlayır, ortaya qədər. Böyük bir sahənin hematoması. Üst və alt dodaqların selikli qişasında qançırlar, bunlar çöldən küt alətlə zərbə vurularkən, dodaqların selikli qişası dişə dəyib, dişlərə və orada xəsarətlər meydana çıxır. Alının sağ və sol qaşüstü nahiyələrində sıyrıqlar, hematomadan başqa orada həm də sıyrıqlar var idi. Alının sol qabar nahiyəsində geniş qançır, döş qəfəsinin arxa səthinin sağ kürək nahiyəsində 2 ədəd qançır, hər iki yuxarı ətraflarda əllərin arxa səthində qançırlar, sol xayalığın dərisi qançırlıdır, xayalarda da qançır var. Onların xayaların üzərini örtən dəri də, xayalıq da qançırlıdır, içərisində xaya da qançırdır. Nə ilə vurulub deyə bilmərəm, küt alətdən. Ümumiyyətlə, bunların heç birində iti alət, odlu silah, heç biri yox idi, ancaq küt alətlərdir. Hər iki sağrı nahiyəsinin, hər iki budun, arxa, bayır, iç səthlərinin geniş ölçüdə bu dediyim nahiyələrin hamısını əhatə etməklə çoxsaylı qançırları və hematomaları, sol budun iç səthinin zolaq şəkilli sıyrığı, sol bel nahiyəsinin köndələn istiqamətli geniş ölçülü sıyrığı, sol baldırın arxa iç səthinin qırmızımtıl qəhvəyi rəngli sıyrıqları, sol budun iç səthinin 17 sm vurulsun 2,5 sm ölçüdə zolaq şəkilli sıyrığı, sonra meyit daxili müayinə olundu. Yenə də deyirəm, bir dəfə müayinə olunmuş, məhkəmə tibbi müayinədən keçirilmiş meyidin ikinci dəfə müayinəsi çox çətinliklər törədir. İstədiyin və real olan, olmuş şeyləri tapmaq çətin məsələdir. Çünki meyit müayinə olunub, bütün orqanlar çıxarılıb, kəsilib, doğranılıb, lazımi yerləri götürülüb. Hələ biz şübhələnirdik ki, orada zədələnmiş yerlər kəsilib götürüləcək. Məsələn, soruşulanda ki, bunun qaraciyərin bu hissəsi hanı bəs? Yəqin ki, deyəcəklər ki, götürmüşük müayinə üçün. Amma onlar oranı nə üçün götürüblər? Nə gizlətmək üçün götürüblər? Biz onu bilmirik. Meyidin daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkarlədik. Daxili üz və toxmalarda. Başın dərisini aralayarkən sümüklərdən dərinin iç səthində geniş qansızmalar, çöldən küt alətin təsiri nəticəsində. Kəllə qapağı açıldıqdan sonra baş beynin həm sərt qişasında, həm də yumşaq qişada qansızmalar, döş qəfəsinin küt travması ilə əlaqədar qabırğaların iki tərəfli, çox saylı bir neçə anatomik xətlər üzrə yer dəyişmiş sınıqları, təxminən hər tərəfdə 7-8 qabırğanın yer dəyişən sınıqları. Və bu sınıqlar o dərəcədə kobud idi və yer dəyişən idi ki, yerini dəyişib sınıq ucları içəridə parietal
plevranı və ağciyəri zədələmişdi. Hörmətli izləyicilər, kanala abunə olun və videonu bəyənməyi unutmayın.